axşamlar Azərbaycan. Keçən həftədə elan etdiyimiz kimi bugün Zərif Çərşənbənin qonağı artıq 2 aydan çoxdur. Bizimlə bərabər burada həmkar statusunda qonaq aparıcı kimi bizə köməyini əsirgəməyən əməkdar artist Azərin olacaq. Azərin xanımın iştirakı ilə də çox maraqlı bir həm də mövzunu açmış olacaq. Bilirsiniz, bir neçə gün bundan əvvəl artıq Amerikada konqresdəki komitədə qəbul olunan qondarma erməni soyqırma məsələsi ilə bağlı reaksiya İsveçdən də gəldi. Yeri gəlmişkən mən bu mövzunun müzakirəsinə keçməmişdən əvvəl sizə keçən həftə dediyim sürpriz aparıcı qonağımızı təqdim edirəm. Bu əməkdar artist Sənubər İskəndərlidir. Xoş gəlmişsiniz. Çox sağ olun. Mənim üçün də çox xoşdur. Belə gözəl insanlarla birlikdə bu verilişi aparmaq xoşbəxtliyi mənə də nəsib olur. Və bilmirəm nə dərəcədə bunun öhdəsindən gələcəm, gəlməyəcəm. Hər halda üzrlə hesab edərsiniz. Estağfurullah. Sizi səhnədə də bəyənirik, duruşunuzu da bəyənirik. Sənətkar kimi yerinizi də bəyənirik. Bugün bu arada bizimlə bərabər burada olmanızı da çox bəyənirik. Xoş gəlmişsiniz. Elə Azərin xanım, Azərin ümumiyyətlə elə bir insandır ki, elə bir sənətkardır ki, mən onu böyük məmnuniyyətlə sənətkar deyirəm. Mailə xanım, Sənubər xanım və Müsalə xanım. Yaşı cavandır, amma öz yaşı içərisində o qədər duruşu ilə, sənəti ilə, şəxsiyyəti ilə, ləyaqəti ilə elə bir özü haqqında rəy yaratdı ki, o şübhəsiz o ismin altına artıq sənətkar rahatçılıqla deyilə bilər. Həmişə millətimizin ülvi haqlarını, xüsusilə bütövlükdə Türk etnik coğrafiyasının ülvi haqlarını, Türk dünyasının birləşməsini öz sənəti ilə təbliğ edən bir insandır. Yeri də gəldi, yenə də ermənilərlə bağlı başımız dərddə. İsveçdə Türkiyə ilə bağlı, qondarma soyqırımla bağlı yenə ədalətsiz bir münasibət ortaya atıldı. Buna reaksiyanızı öyrənmək istəyirəm. Buyurun, Mailə xanım, sizdən başlayaq. Mən hərdən düşünürəm ki, Sevil xanım, görəsən o soyqırımı qəbul edən insanların özləri buna inanırlar. Bayaq da mən İsveç nümayəndəsinin çıxışına qulaq asdım. Deyir, dövlətimiz, hökumətimiz bu qərarla razı deyil. Amma biz indi parlament öz fikrimizi bildirəcəyik. Mənə belə şeylər doğrudan da qəribə görünür. Çünki bizim reaksiyamız necə ola bilər? Bayaqları bizim hansısa bir siyasi qurumlardan birinin üzvü çıxış elədi. Çox belə təəssüf ki, yadını açıb. Dedi ki, onlar 100 il bundan qabaq ki, ölülərinin dərdini çəkirlər, hüquqlarının tapdalanmağından danışırlar. Bəs bizim bu 1 milyon dirimiz necə olsun? Hələ mən Xocalıda və Qarabağda şəhid olanlarımızı demirəm. Sənubər xanım, sizin fikrinizi öyrənək. Mənim də fikrim təbii ki, mən də razıyam bu fikirlərə qoşuluram. Mənə də elə gəlir ki, bu bir şoudur. Yəni, buna şoudan başqa mən bir ad verə bilmirəm. Çünki biraz da vicdanı olan insan, insanlığı dərk edən bir insan, yəni belə bir şeylərin altına imza atmaz. Təşəkkür edirəm. Yəni, bu əsrin, keçən əsrin sonunda 92-ci il fevral ayında gözümüzün önündə rəhmətli Çingiz Mustafayevin də lentə aldığı Xocalı soyqırımının faktları ortada varkən, həmin keçən əsrin əvvəlində 1918-ci il 31 martda bütövlüklə Azərbaycanda 50 min Azərbaycan türkünü qətlə yetirmə faktı ortada varkən, adam bu qədər abırsız ola bilər ki, ortada heç bir faktı olmayan, bəlkə də ayrı-ayrı detallar var, bunun da üzərindən keçmədən, bu sözü də demədən olmur. Biz çünki erməni deyilik, çox şükür, hər şeydə inkarçı mövqedən yanaşa bilmərik. Bəli, qiyam var idi və dövlət o qiyamı yatırtdı. Orada erməni də öldü, türk əskəri də öldü. Sadəcə o qiyama cavab var. Bəli, o qədər. Mən, Müsalə, sizin fikrinizi çox maraq edirəm. Yəni, çox maraqlıdır mənə. Buyurun. Təbii ki, mən də Mailə xanımın dediklərinə qatılıram. Yəni, mən o qədər dərin fikirləşə bilməzdim. Mailə xanım çox dərin bildirdi öz fikrini. Amma ki, mənə elə gəlir ki, yəni, türklər həmişə qalib olub. Yəqin ki, bu dəfə də biz sübut eləyəcəyik ki, bu əslində belə olmayıb. Əgər belədirsə də, türklər demiş, nə mutlu bizə. Sən hətta belə deyirsən, biz ümumiyyətlə acı verən xalq deyilik, millət deyilik. Amma təəssüf ki, bunu elə boynumuza zorla asmağa çalışan qüvvələr var. Mailə xanım dediyi kimi, bu da, elə Sənubər xanım dediyi kimi, bu da bir şova bənzəyir daha çox. Zəkası olan bunun altına imza atmaz, qatılıram. Və böyük məmnuniyyətlə bu mövzunu millətimizə qarşı haqsızlıq anlayışı ilə, haqsızlığa yox demək anlayışı ilə sənətini də bu faktorun üzərinə missiya olaraq yükləyən bir insanı dəvət edirəm. Çox sevdiyimiz, çox qiymətli, ləyaqəti ilə, duruşu ilə, səsi ilə fərqlənən Azərin. Buyurun Azərin.
Xoş gəlmisiniz. Xoş gününüz olsun, axşamınız xeyir olsun. Çox şadam sizi bu axşam burada görməyə. Xüsusilə 2 ay sizi ilə bərabər olan, belə deyək də, bir əməkdaşınız kimi bugün burada qonaq qismində olmaq çox xoşdur mənim üçün. Hansı rahatdır Azərin? Burada oturmaq rahatdır, orada. Orada oturmaq rahatdır. Deməli, sual vermək, suallara cavab verməkdən daha asandır. Azərin, israrlı olaraq tarixi faktların varlığına məhəl qoymadan Qərbdə bu tendensiyanın zorla bu qondarma erməni soyqırımını tanıma tendensiyanın arxasında nə yatır sizə görə? Buyurun. Bilirsiniz, biraz əvvəl burada səsləndirdiniz ki, bu şouya bənzəyir. Əslində, o tərəfdə şounu da yüksək səviyyədə eləməyi bacarırlar. Mən biraz şouya bənzətmirəm bu hadisələri. Mən düşünürəm ki, bu çox ciddi şeylərdir. Yəni, tarixdə olan çox ciddi addımlardır. Bu da məhz bizim türk olmağımızla ilgili, yəni əlaqədar olan və türkdən qorxduqları üçün atılan bir addımdır. Çünki son siyasi durumlar, yəni vəziyyətlər onu göstərir ki, Türkiyə çox ciddi işlərə imza atır, çox ciddi addımlar atır və ümumi İslam dünyasında özünə çox böyük ad qazanır. Belə deyək də, mədəniyyət coğrafiyasında. Mədəniyyət coğrafiyasında, həm etnik, həm də mədəniyyət coğrafiyasında, dini coğrafiyada buna daxil. Çox özünə böyük rəğbət qazanır və bu biraz o biri tərəfə birdən Osmanlı imperiyası dönər də keşkə geriyə. Ondan irəli gələn ön addımlardır. Mənə belə gəlir bu. O qorxu var. Siz bunu belə analiz edirsiniz. Ona görə də hər tərəfli, məsələn, bu Amerikada, sonra İsveçdə, hətta 1-2 gün bundan əvvəl eşitdim ki, İspaniyada da hazırlaşırlar. Bununla əlaqəli, bu soyqırımla əlaqəli, qondarma soyqırımla əlaqəli qanunu qəbul eləməyə. Yəni, bu, mən düşünürəm ki, çox ciddi hadisələrdir. Türkiyənin adına, ümumi türk dünyası adına mən düşünürəm bu hadisələri. Tək Türkiyənin adına düşünmürəm. Çünki biz hamımız türk soyulu, kökü türk olan insanlarıq. Yəni, bu bizim hamımızın adına yazılan bir şeydir. Etnik türkləri. Hamımızın adına olan bir şeydir. Amma mən düşünmürəm ki, bu Türkiyəni, ümumi türk dünyasını yıldıracaq, yəni haradasa biz yolundan azdıracaq, geri çəkdirəcək. Heç də belə olmayacaq. Azərin xanım, sual vermək istəyirəm. Yeri gəlmişkən, siz ümumiyyətlə, indi bax, biraz siyasətdən danışdıq. İstəyirəm, örgənim, siz siyasətə qoşulursunuzmu? Yox, mən siyasətə qoşulmuram. Mən belə deyim də, yəni mən bir Azərbaycan vətəndaşı olaraq, bir türk soylu Azərbaycanlı olaraq düşünürəm ki, bir müğənni əgər bugün dövlətdən kənara çıxırsa, o da həm də diplomat olmalıdır. Yəni, öz tarixini yaxşı bilməlidir, ümumi türk dünyasının tarixini yaxşı bilməlidir ki, onun qarşısına bir sual qoyulanda o suala düzgün cavab verə bilsin. Ona görə burada təbii ki, siyasəti bilmək lazımdır, amma mən siyasətçi deyirəm. Mən sizə bir söz deyim də. Belə kəskin, qatı türkçülüyünüz var. İdeoloji baxımdan deyirsiniz, əslində bu siyasəti qəşəng sualdır. Yəni, yaxşı yerdə tutdu. Bəli. Valla, qatı türkçülük deyəndə ki... Yəni, ideoloji ağırlıqdan danışılır, yəni, qatı türkçülük. Mən bilirsiniz, mən dinim İslam, soyum türk, coğrafiyam Azərbaycan olan Azərinəm. Yəni, onun üçün mən təbii ki, Azərbaycanı da qorumağı, savunmağı, coğrafi mənada vətənim olaraq, ana vətənim olaraq onu da bacarmalıyam. Ümumi türk dünyası ilə əlaqəli olub bitəni, olub keçəni hamısını bilməliyəm və o barədə də danışmağı bacarmalıyam. İslam dünyasına da gələndə şükür Allaha ki, öyünürəm ki, mən əlhəmdülillah müslümanam. Elə onu da demişkən, elə birinci də Peyğəmbərimizə sataşmaqla başladılar, sonra da arxasıca bu hadisələr gəldi. Yəni, bunlar əbəs hadisələr deyil, mən düşünürəm. Ümumiyyətlə, mənə elə gəlir ki, müğənni olsun, aktrisa olsun, sənətçi olsun, bugünkü Azərbaycanın durumu elədir ki,
biz siyasətçi deyilik, amma hər halda musiqi siyasətiniz var sizin. Şəxsən mən belə hesab edirəm ki, Azərinin apardığı musiqi siyasəti var. Yəni, mən siyasətdən kənaram demək, siyasətdə olmaq bir şey deyil ki, mən heç bir siyasi partiyanın üzvü deyiləm, amma mən siyasətə qatılıram, siyasi məsələlərə fikrimi ifadə eləyirəm və Azərbaycan vətəndaşı olaraq dünya siyasətinə, bir ziyalı olaraq və Azərbaycanın bugünkü durumundan çıxış edərək dünya siyasətinə etirazımı bildirirəm. Bu heç də pis deyil. Mən seçkilərə qatılmıram. İndi gecdir artıq mənim üçün seçkilərə qatılmaq. Amma vaxt vardı ki, doğrudan da seçkilərə qatılmaq istəyirdim. Bir vaxt vardı, 20 il bundan əvvəl. Fikrim vardı ki, namizədliyimi irəli sürüm və mən elə gəlirdi ki, mən əgər millət vəkili olaramsa bundan daha çox xeyir verərəm. Elə bir fikrim vardı. Sonra düşündüm ki, mən elə jurnalist kimi də öz xeyrimi verə bilərəm. Azərin xanım bir sənətçi kimi, yəni bir musiqi təbliğatı aparır bugün. Elə bir dəfə çırpınırdı Qaradəniz, Qurban Türkün bayrağını deməklə. Nə boyda siyasətdir bu? Kim deyə bilər ki, Azərin xanım siyasətçi deyil? Qurban Türkün bayrağına, yol ver Türkün bayrağına. Bu artıq siyasətdir və bu bizim amalımızdır. Yəni, sənət adamları adətən bunu deyir ki, sənət adamları siyasətə qoşulmamalıdır. Mənim maraqlıdır ki, stereotiplər var, bəzi stereotiplər bizdən asılı olmadan elə bugün cəmiyyətimizdə yaranıb. Biraz bizim bu mədəniyyətə qulluq eləyən müğənni olsun, aktyor olsun, yəni ki, hər hansı bir sahədə biraz intellekt sarıdan biraz elə bir ki, axsayırıq. Və hansısa bir müğənnimiz ya aktyorumuz biraz siyasətdən gözəl danışanda, savadlı şəkildə öz münasibətini bildirəndə, yəni ki, qeyri-ixtiyarı belə suallar doğur ki, deputat olmaq istəyirsiniz, siyasətlə məşğul olmaq istəyirsiniz. Amma bu kökündən belədir. Əslində vətəndaş kimi, heç müğənni kimi də yox, elə vətəndaş kimi də Azərin xanımın da və bizim hamımızın da mən daxil olmaqla borcumuzdur. Çünki biz qastrollara tez-tez gedirik, elə biz sənət adamları olaraq. Biz indi öz sahəmizdə teatr tamaşaları ilə orada da görürsünüz ki, görüşlər olur. İstər-istəməz biz də mövqeyimizi bildiririk, biz də münasibətimizi bildiririk. Bax, məsələn, yenə birilərinin xoşuna gəlməyəcək, amma yenə deyəcəm. Türkiyədə Azərin xanım bilir. İstənilən sənət təmsilçisi elə gözəl fikirlərini ifadə edir, elə gözəl siyasi məsələlərə reaksiya verir. Hətta hökumətin siyasətini bəyənməyəndə də onu dilə gətirir və bundan rahatsız da olmur. Burada kimsə, ay bizə düşmən oldu, yox bu bizə dostdur, heç elə bir dünya görüşlə də yanaşmır. Dolayısıyla sən bax xanımın dediyinə qüvvət olaraq, bax bununla qarşılaşanda dünyanın hər yerində olursunuz, dəfələrlə sizə müxtəlif suallar verilir, düzdürmü? Ən çox məsələn Azərbaycanla bağlı mühacirətdə olanların sizə verdiyi sualları mən bilirəm. Ən çox o verilən sualların içində sizi narahat eləyən sual hansı sualdır? Hansı rəy var ki, o sizi çox narahat edir? Yəni, mühacirətdə deyəndə Sevil xanım, bu qastrol səfərlərində olanda, konsertlərdən öncə və ya sonra, təbii ki, biz orada yaşayan, Azərbaycandan gedib orada yaşayan insanlarla üz-üzə gəlirik, görüşürük. Ürək sözlərini deyirlər, amma bütün bu sözlərin içində açığı deyim sizə, televiziya kanallarından çox narazıçılıq edirlər. Baxa bilmirik, yəni istədiyimiz şeyləri görə bilmirik, televiziyada proqramları görə bilmirik. Bu çox tez-tez, çox tez-tez mənə, məsələn, öz ünvanıma deyim, deyilən fikirlərdir. Musiqimizin bugünkü vəziyyəti, yəni mədəniyyətimizin deyim, mədəniyyətimizin bugünkü vəziyyəti heç kimi qane eləmir. Hamı gileylidir. Yəni təqdimatı qane eləmir, ümumi vəziyyəti. Yəni mədəniyyəti necə təqdim eləyirik? Mən istədim, Maliyə xanım, onlar orada yaşayırlar, onlar buna ancaq televiziya kanalı. Məsələn, orada elə insanlar var ki, 10 illə məsələn Bakıya gələ bilmirlər də, gəlməyiblər. Yəni o imkanları bəlkə yoxdur. Ona görə onlar bilmirlər tam olaraq burada mədəniyyətdə nə baş verir. O Ramiz mənimlə danışmışdığı proqramda vitrin məsələsi. Bax, o televiziyadan nəyi görürlər, oradan götürdüklər odur ki, çox, yəni vəziyyət çox gərgindir. Niyə biz bu vəziyyətdəyik deyə sorulur. Bu yerdə reklama ayrılırıq. Reklamlardan dərhal sonra bu maraqlı gedən söhbəti davam edəcəyik, amma Vüsalənin məlumatından sonra. Zamanı, qiyməti, xidməti və keyfiyyəti dəyərləndirənlər sizə səslənirəm. Dünyanın ən qabaqcıl brendlərini əldə etmək üçün ideallar tələsin. Çünki bütün bunları bu prinsiplər əsasında əldə eləyə bilərsiniz. İdeal görünək, ideal düşünək.
Zərif çərşənbədə siz studiyamızın qonağı əməkdar artist Azərindir. Söhbətə davam edirik. Azərin xanım, yeri gəlmişkən bir dənə də sual verin. Bax, indi sorulur sözü dediniz. Yəni, adətən Sevil xanım da bax, belə Türkiyə türkçəsindən. Rahat dinlən. Çox istifadə eləyir. Yəni, mən tənqid eləmirəm, sadəcə olaraq adətən yazırlar ki, bu Azərbaycan dilini korlamaqdır. Biz Azərinlə Azərbaycan dilini korlayırıq. Yəni, buna münasibətiniz. Gözəl. Çox gözəl, sağ olun, təşəkkür edirəm. Mən bilmirəm kim necə fikirləşir. Mən düşünürəm ki, bu bizim ortaq türkçəmizdir və inşallah mən düşünürəm ki, indi məsələn layihələr var ki, parlamentlərimiz öz aralarında assambleya yaranır. İnşallah ortaq əlifba düşünülür. Yəni bu bizim danışığımız, mən düşünürəm ki, bir 3 il sonra artıq heç kim bu barədə fikirləşməyəcək. Bir də mənim üçün sorulur və ya soruşulur onlar arasında böyük bir fərq yoxdur. Və yaxud da belə deyim, narahat edir əvəzinə, rahatsız etmədimi sözü daha cazib gəlir. Məncə, bizim şəkilçi deyil, əslində bizim ruslar predloq deyirlər də, bizim deyil. Na, hamvar, na, güman, bizim söz deyil. Amma siz bizim şəkilçidir. Teşekkür ederim. Sağ ol əzizim. Çox sağ ol. Başqa bir sual vermək istəyirəm Azərin xanıma. Bir dənə buna mən də cavab verim. Mənim də adımı çəkdi. Belə gəlir o fikri ifadə edən insanların üçün Caviddən xəbərləri yoxdur sadəcə. Mən sadəcə üzülərək gülümsüyürəm. O zaman Hüseyn Cavidi də, Əhməd Cavadi da pan-türkizmdə suçlayıblar. Onlar var. Mən onların istifadə elədiyi türkçədən istifadə və mənə deyirlər ki, hətta vaxtı ilə Füzulini çap eləyəndə Ya Rəbb bəlayı eşqıla qıl aşına mənini, yoldaş bəlayı eşqıla qıl aşına məni 37-ci illərdə ki, Allahın adını çəkmək olmaz. Səni mənə versələr, Allaha da xoş gedərdir. Hər görənə xoş gələr. Axı, bilirsən, bu xalq sözü sözdən, tükü-tükdən seçədir. Hər görən nədir? Azərin xanım, yoldaşlarınız sizi deyəsən unudublar ki, siz qonaqsız. O qədər alışıblar ki, siz bunlarla bir yerdə oturursunuz. Alışıb, Azərin xanım bilir. Azərin xanım bilir. Biz qonaqdan çox danışırıq. Nəticə etibarilə deyəsən, ən çox da mən danışıram. Neyse, mən sustum. Azərin xanım, mənim özüm üçün şəxsən maraqlıdır. Siz bir ara Türkiyə televiziyalarının birində də veriliş apardınız deyəsən. Bax, mən o fərqi istərdim deyəsiniz. Burada da, yəni vətəndə də veriliş apardınız və orada da. Nə fərqi var idi? Yəni, təbii bunların arasında format fərqi var idi. Formatdan əlavə? Formatdan əlavə mən deyim də sizə. Məsələn, mən TRT Avazın Azərinlə Əsintilər proqramı indi inşallah davam eləyəcək, yəni bitmiş proqram deyil. Fərq, necə deyim sizə, fərq çox böyükdür. Açığını deyim, çox böyük fərq var arada. Yəni, bu verilişdən söhbət getmir. Mən burada, məsələn, Sevil xanım tərəfindən, Maliyə xanım, çünki mən burada qonaq aparıcıyam. Mən bugün varım, sabah yoxam da. Amma onlar burada davamlıdırlar. Ona görə onların tərəfindən nəvaziş gördüm, özümə qarşı olan hörmət. O hörməti, o izzəti Türkiyədə bu TRT kanalında çox böyük səviyyədə o hörmətlə, o izzətlə qarşılaşdım. Ondan sonra ümumi bizim aramızda olan şərtlər çox yüksək səviyyəli şərtlər idi ki, təbii, mən bir şey də deyim sizə, bu mənim ümumi çoxdan düşündüyüm bir layihə idi deyə, bəlkə də bəzi şərtlər ola bilərdi ki, mən onlarla razılaşmayayım, amma mən yenə o proqramı aparıcı olaraq o proqramı aparacağım. Çünki bu bütün Türk dünyasına hitab eləyən bir proqramdır Azərinlə Əsintilər. Orada tək Azərbaycandan, təbii, mən ana vətənimi orada təmsil edirəm, amma mən ümumi Türk dünyasına orada həm ədəbiyyatını, ümumi incə sənətini, həm də musiqini də bunun içində təqdim eləyirəm. Ona görə mən yenə deyirəm, razılaşım. Amma səviyyə etibarı ilə mən düşünürəm ki, hələ bizim televiziya kanallarımız TRT-dən ümumi deməyim, yəni gördüyüm TRT-dir deyə deyirəm, uzağıq. Mən burada yeri gəlmişkən bütün bizim qonaqlara, daha çox sənət dünyasını təmsil edən qonaqlara bir sual verirəm. O sualı mən Azərin xanıma da verəcəm. Özü bilərəkdən verirəm o sualı. Çünki cavabını bilirəm, amma istəyirəm hamı eşitsin o suala cavab. Onlara getmirsiniz. Hər dəvət olunan yerə getmirsiniz. Siz necə yaşayırsınız? Vallahi necə yaşayıram? Mən Allahın mənə bugün
şükür Allaha verdiyi ruzuya qane olan insanam, Sevil xanım. Məni şükür Allaha yaxşı tanıyırsınız. Yəni, bilirsiniz, bu həyatda, bu belə deyək ki, fani həyatda, müvəqqəti həyatda maddiyyat bugün indi göz önündə olan şeydir ki, çox vacibdir. Amma bu mənim üçün heç vaxt ön planda olan bir şey olmayıb. Mən ümumiyyətlə uşaqlıqdan nədənsə həmişə anama suallar verərdim, belə qəribə suallar verərdim zəngin adamlar görəndə. Təbii, hər kəsin zənginliyini özünə görə Allah Taala ruzudur, verir quluna o ruzunu. Birinə verər, o birisinə verməz. Amma mən görəndə həmişə deyirdim ki, ay Allah, bugün hər şey verildi, bəs sabah nə olacaq? Yəni, belə suallar verirdim valideynlərimə. Ona görə mən bugün düşünürəm ki, yetinən insanam, şükür Allaha, şükür eləməyi sevirəm. Və düşünürəm ki, bu fani həyatda insan gərək özünə hörmət qazansın. Hörmət mənim üçün hər şeydən irəlidə gələn amildir və bu dünyadan köçəndən sonra ki, o deyir, əməl dəftəri bağlanmır, o zaman ki, insanlar sənə rəhmət oxuyur. Mən istəyirəm, mən bu dünyadan köçəndən sonra insanlar mənə rəhmət oxusunlar. Rəhmət oxumaq barədə düşünmək hələ çox tezdir. Yox, bilirsiniz, mən bir şey deyim sizə, ümumiyyətlə mən deyim sizə bir şey də. Yəni, bilirsiniz, çox vaxt suallar verirlər dünyanın axırı haqqında da. Yəni ki, dünyanın sonu gələcək, biri deyir 2012-də, biri deyir, nə bilim, falan. Onu Allahdan başqa heç kim onu Allahdan başqa heç kim bilmir. Amma mənim üçün dünyanın sonu çoxdan olub. İllər bundan qabaq olub mənim üçün dünyanın sonu kişi xeylağının ağlamağını görəndə. Harada görmüşdün? 1990-cı ildə. Bəli. Anladım. Yəni, onun üçün, bəli, bu hadisələr başlayanda. Onun üçün deyim mən sizə ki, o fani dünyadır, o rəhmət oxumaqdır. Bu, hamısı Allahın əlində olan bir şeydir. Biz quluq təbii ki, biz bunu bilmirik, bilməyəcəyik də. Amma yəni, mən biraz içimi indi açdım sizə. Yəni, mənim üçün dünyanın sonu olub çoxdan. Yəni, o, bundan sonra deyilən dünyanın sonu mənə qorxulu deyir. Ona görə o gecələr mahnısı... Yox, qorxmuram. Ona görə o gecələr mahnısı elə alınıb da, yəqin sizin ifanızda. Bilirsiniz, o gecələr mahnısı mənə təklif olunanda... Çox gözəl mahnıdır, gözəl oxuyur. Balaca onu lütfən yeri gəlmişkən, madəm ki biz maddi dünyadan ayağımızı üzdük və mənəvi atmosferə daxil olduq, çox şükür sizin sayənizdə, həm də burada bütün kolleqal, həmkarlarımla birlikdə. Lütfən. Gecələr. Səhərlərim boyasız, gündüzlərim qoxusuz. Gecələrim narahat, gecələrim yuxusuz. İndi mən qısılmışam gecələrin qoynuna, boylanıram içimdə gah əvvələ, gah sona. Mənə ən yaxın sirdaşımdır gecələr, içimə damcılanan göz yaşımdır gecələr. Gecələr pənah yerim, gecələr sığınaq yerim, gecələr bir-birinə dəyişən fikirlərim. Öyrəndim gecələrdən, qaranlıq içində mən, ulduz yanmağı, içimə boylanmağı. Gündüzlərin sahibi, gecələrin quluyam. Mən gündüzlər adiyəm, gecələrsə uluyam. Maşallah. Teşekkürler maşallah. Azəri xanım, bu Çırpınırdı Qaradəniz sizin bir növ sənət pasportunuz hesab edirəm umanı. Axırıncı variantda siz ora bir bənd əlavə elədiniz. Qafqazlardan aşacağız, Türklüyə şan qoşacağız, Azərbaycan bayrağını Qarabağdan asacağız. Kimi misralardır bu? Əhməd Cavadda yoxdur bu təbii ki. Maliyə xanım, mən 2000-ci ildə Türkiyədən qaydanda Azərbaycana, ondan əvvəl mən konsert proqramlarında Türkiyədə oxuyurdum Çırpınırdı Qaradənizi. Bu da bir növü bəlkə bizim biraz əybimiz sayılır. Biz bilirdik ki, sözlər Əhməd Cavadındır, amma bilmirdik ki,
bəstəkar Hüzeyr Hacıbəy. Azərbaycanda belə deyim, geniş xalq kütləsi Xalq kütləsinin içində bəli, bilinmirdi və bunu bilənlər var idi. Mən məsələn təbii ki. Və bunu 2000-ci ildən sonra burada Azərbaycanda mən ifa eləməyə başlayanda, hələ onu da qeyd edim ki, bunu Zeynəb xanım çox gözəl ifa edib və o illərdə ifa edib ki, Sovet dövrü idi və o vaxtda hər kişinin işi dövrü idi. Çırpınırdın Qaradənizi. Allah Zeynəb xanımdan razı olsun. Zeynəb xanımdan, bəli, Allah can sağlığı versin. Salamlarımızı göndəririk. Bizim bir dənəmizdə. Nə yaxşı ki, onu da, onun da adını belə gözəl sevə-sevə çəkmiş olduq. Sağ olun Azərim, buyurun. Siz sağ olun. Və 2000-dən sonra Çırpınırdın Qaradənizi mən ifa eləməyə başlayanda, təbii ki, bunun tarixçəsi ilə əlaqə. Bilirsiniz, musiqini ifa eləmək bir tərəfə, onun yanında o musiqinin tarixini insanlara anlatmaq, bunun şairinin, bəstəkarının kim olmağını mütləq bildirmək lazımdır ki, insanlar hər tərəfli bilsinlər bu əsərin hardan qaynaqlandığını, hansı tarixə dayanaraq, bəli, hansı tarixə dayanaraq yarandığını. Və mən ifa eləyəndə o bədahətən mənim içimdən gələn bir şey oldu. Mən o cümləni dedim, Azərbaycan bayrağını Qarabağdan asacağıq və bu belə də qaldı. Bunu biz dəyişmədik. Bəli, bu belə qaldı və hətta üstündən bir il keçəndən sonra mənə Allah rəhmət eləsin, Əhməd Cavadın oğlu Yılmaz bəy zəng eləyəndə və mənim bir tədbir vardı, orada dəvət eləmək üçün zəng eləmişdi. Amma mən düşündüm ki, birdən mənə deyər ki, axı bu mənim atamın, yəni Əhməd Cavadın sözləridir. Əhməd Cavad böyük, Türk dünyasının böyük şairidir və yəni nə haqla orada o dəyişikliyi eləmişsiniz. Mənim ağlıma gəldi, düşündüm o barədə. Amma şükürlər olsun ki, biz onunla görüşdük. O tədbirdə mən iştirak eləyəndən sonra Yılmaz bəy dedi ki, bəlkə də mənim dedi atam sağ olsaydı, bu günləri o da bu misraları dəyişib Azərbaycan bayrağını Qarabağdan asacaq. Zaten o sözlərdə, Maliyə xanım, siz yaxşı bilirsiniz, deməli, Vüsalə də hər halda bəlkə bilməyə bilər, onun da məlumat olsun, amma Sənbə xanım çox güman ki bilir. Sovet vaxtıdır, bu Varşava paktı, NATO paktı üz-üzə qalanda Türkiyədə milliyyətçi kəsim bunun içərisində zaten müxtəlif sözlər əlavə eləmişdi. Məsələn, elə Qafqazlardan əsən yerlər sənə şimdi səlam söylər, belə əlavədir. Ona görə o Qarabağ əlavəsi bizi çaşdırmadı. Yəni, daha gözəl yerində oldu, tam orta mənalı oldu. Sadəcə bilmək istəyirəm ki, hardan gəldi, kim buna əlavə elədi? Gözəl, yaxşı ki. Hamının ürəyi var imiş orada. Mən onu bədahətən oxuyanda o misralar belə dilimdən keçdi, elə də qaldı. Çox gözəldir. O mahnıya, o əsərə Azərin xanımın verdiyi o nəfəs, Azərin xanımın gətirdiyi o popularlıq elə əvəz olmaz bir xidmətdir, mən hesab edirəm. Allah Azərin sizdən razı olsun. Sağ olun, Zeynəb xanım. Bir də bu bir şeyi də qeyd edeyim, siz onu bilirsiniz onsuz da. Çırpınırdın Qaradəniz bir siz necə, məsələn, bugün bir Sarı Gəlin var da, bugün Azərbaycan musiqisinin dərdli yeridir. Çünki düşmən tərəfindən oğurlanıb ifa olunan bir əsərdir və onların adına yazılan bir əsərdir Sarı Gəlin. Və biz bunu heç bir müəllif hüquqları ilə falan bu işlə başa çıxa bilmir bugün Azərbaycan musiqisində. Bu ilə başa çıxmaq olmur. Amma Çırpınırdın Qaradəniz də elə bir əsərdir ki, bu əsəri düşmənlər oxuyur həm kamança haqqında və Daşnak Sütun Partiyasının bir himni olaraq səslənir Çırpınırdın Qaradəniz. Ona görə də bir müğənni kimi, bir vətəndaş kimi bunu mən ifa eləyəndə mənim üçün çox önəmli məsələ idi ki, bu dünyada ümumiyyətlə Azərbaycan musiqisi olaraq tanınsın. Yəni, bu da onların adlarına yazılmasın. Bu yerdə reklama ayrılaq. Reklamdan dərhal sonra Azərin xanımla bu maraqlı söhbəti davam edəcəyik. Müsaade, sizin elanınız var, onu deyin, reklama ayrılaq. Keyfiyyəti özünə şərt bilib, zövqlü aləmdə azmaq istəyirsənsə, ən yüksək xidmət haqqımdır düşünürsənsə və ən vacibi ideal görünüm deyirsənsə, mütləq ideala tələs. Çünki həqiqətən də gözəllik ideal hədiyyədir və bizim də ideal hədiyyəyə layiq qonağımıza ideal hədiyyəmiz. Təşəkkürlər. Bayramımız mübarək olsun. Deyəsən, Azər Sənubər xanım bizim verilişi izləyibdir. Mən həmişə dediyim ideal qonağımıza. Çox sağ olun. Çox sağ olun.
Zərif Çərşənbədə siz əməkdar artist Azəri ilə söhbətə davam edirik. Mən bugünkü bütün bu hadisələrin fonunda sizin ananızın sizin həyatınızdakı rolunu da bilirəm. Buradan onu sevgi ilə də anırıq. Mən də çox maraqlıdır. Bax, sizin ümumiyyətlə analar, hə Mayla xanım, belə işlər, getdi Şırnaka, getdi PKK ilə vuruşan ordu hissələrinə, sən baxam, gördünüz yəqin ki, Azərin orada konsertlər verdi, Türk əskərinə konsertlər verdi. Bizim burada cəbhə bölgələrində olur filan. Analar adətən şey eləyir axı da, yəni çox qız xeyalağısan, xanımsan, sən orada nə işin var? Bax, ananızın sizlə diyaloqu bu anlamda necədir? Yol kəsici diyaloqdur, yoxsa daha belə ürəkləndirir ki, get, biraz da iki dağı da sən aç deyib. Necədir diyaloq sizlə? Yəni, diyaloq belədir ki, mən hər bir saatdan bir anamla telefondan danışıram. Yəni, mütləq bu hər gün olur. Yəni, mən hələ anamın gözündə böyüməmişəm. Yəni, biz ümumiyyətlə hamımız valideynlərimizin evladıyıq, onların gözündə hələ də uşağı. Amma məhz o mənada, Sevgi xanım, hər zaman belə, bilirsiniz, necə xeyir-dua ilə o məni o yollara göndərir. Ümumiyyətlə, qastrol səfərlərinə gedəndə təbii ki, valideyndir. Mən hiss edirəm ki, o çox narahatdır. Çünki o bilir ki, mən təyyarədə özümü yaxşı hiss eləmirəm. Hər o təyyarə qalxanda, enəndə Allah bilir ki, mən nələr keçirdirəm. Bir də konsertlər tez-tez olanda, aralarında, yəni məsafə az olanda, məndən 2 qat o daha çox narahat olur. Ona görə də oradan da biz o ilə danışırıq gündə, nə bilim, bəlkə bir 5 dəfə. Yemeği vaxtında ye, soyuq su içmə, yuxuvu al, mütləq yuxuvu al, yəni yatmalısan mütləq. Yəni bu davamlı olaraq mən anamdan bu şeyləri, bu sözləri eşidirəm. Azərin xanım onda ilk addımlarını atırdı və istedadlı bir müğənni kimi o vaxt hansısa bir tədbir idi sarayda. Mənim üçün də qəribə gəldi, gənc bir qızı, yəni hələ də belə tanımayan bir qızı bu tədbirə gətirmişlər. Çox gözəl də oxuyurdu. Və bilmirəm nədən oldusa, tədbirdən Azərin xanımı çıxartdılar. Və mənim gözümün qabağındadır Azərin xanımın, bax, bugün necədirsə Azərin xanım. Yəni, biz bugün Azərin deyəndə sırf Azərbaycan xanımına xas olan o qürur, o məğrurluq nəyi görürüksə Azərin xanımı görəndə, həmin bunlar hamısı o anda var idi. Və bu illər ərzində mən onu bir dəfə də dəyişən görmədim. O qürur, o qamət, o məğrurluq bugün artıq populyar və o sadəlik bugün artıq o populyar Azərində var. Bu sizə necə, yəni ki, nail olmuşsunuz siz buna? Bilirsiniz, mən belə pis çıxmasın da, mən 5 yaşından Azərbaycan televiziyası və radiosuna gəlmişəm. Radioda uşaq mahnıları oxuyurdum. Sonra 9 yaşından Cücələrim ansamblının solisti oldum. Demək olar ki, dünyanın bir çox ölkələrinə artıq cücələrimlə mən gedirdim. Yəni, o zaman da düzdür, Sovet məkanı idi, amma Azərbaycanı təmsil edirdim yəni də. Ondan sonra Bənövşah Şaxoru gəldi, Əfsər Cavanşirin, Allah ona rəhmət eləsin. O mənim həm müəllimim idi, həm atam idi, mən bunu həmişə deyirəm. Heç yadımdan çıxmaz ki, o insan mənə bilirdi ki, mən o qədər bağlıyam musiqiyə, ac-acına məktəbdən çıxıb gələcəm. O mənə üçün, nə bilim, kalbasa çörək, əlində pryanik gətirirdi ki, tək ki, onun tələbələri, ac qalmasın, yəni anaxanım ac qalmasın, çox qayğı keşiydi. Bilirsiniz, mən o qədər belə insanları, böyük insanları, ancaq sadə gördüm ki, onların tərbiyəsidir, mən düşünürəm ki, mən beləyəm. Razılaşın ki, hamı gördüyünü sonra həyatda tətbiq eləmir axı, elə də olur. Məncə insanın öz içində olmalıdır. Bəli, mən çox kitab oxuyuram. Bəzən kitabları indi oxuyanda düşünürəm ki, hər halda mən uşaqlıqda, məsəl üçün, bugün oxuduğum kitablarda gördüyüm şeyləri uşaqlıqda bilmirdim. Amma elə bil ki, o zaman o Allah Taala məni sevdiyi için onu mənə beyin altı var imiş o məndə. Ona görə o kitabları mən indi oxuyanda... Qan yaddaşı ilə gələn şeydir həm də. Bu ananızın sənəti nədir? Bilirsiniz, mən fəhlə ailəsində anadan olmuşam. Mənim anam İncəsənət Universitetinin Mədəni Maarif bölümünü oxuyub. Mənim anam müğənni olmaq istəyib, amma ailə həyatı qurub, onda o alınmayıb. Amma mən gözümü açandan elə mənim anam deyirdi ki, mən səni böyük səhnədə simfonik orkestrlə oxuymağa, yəni elə görmək istəyirəm. Heç bir zaman yadımdan çıxmaz ki, mən də uşaq idim, olur da indi məhəllədə gələr də qapını döyədilər ki, filan kəsin toyu var,
bir icazə versəydin orada oxuya. Anam deyirdi, yox, mənim qızım toylarda oxumayacaq, mənim qızım ancaq böyük səhnələrdə oxuyacaq. Mənim üçün bir şey maraqlıdır. Azərin xanım, xarici dilləri öyrənirsiniz ümumiyyətlə? Mən çox maraqlı bir şey deyim sizə. Mən İtalyan dilini təmiz oxuyuram. Kitabdan. Bəzi sözlərin tərcüməsini bilirəm. Mən hətta çox zaman çox məətəl qalırdım ki, mən niyə bu kitabı belə yəni mən bu dili hardan bilirəm? Amma mən bu dili bilirəm. Çünki siz İtalyan mahnılarını elə oxuyursunuz. Mən inanmıram ki, siz o sözləri bilmirsiniz. Yəni mexanika oxuyursunuz. İnanmıram. Yox, təbii ki. Mənə gəlir ki, sözlərin, yəni ola bilər bir mahnının tərcüməsini bəs, amma belə o qədər vaqif olaraq oxuyursunuz ki, ona. Mən ümumiyyətlə deyim sizə ki... Təəccüb edirəm ki, bir Azərbaycanlı olaraq İtalyan dilini bu qədər mükəmməl bilmək olmaz. Deyim mən sizə ki, o dili mən tərtəmiz bilirəm, yalan olar. Çox sözlərin tərcüməsini bilirəm və bir xüsusiyyət var məndə. İstər İtalyan dilində olsun, istər İspan dilində, ümumiyyətlə də, yəni xarici dillərdə bir əsəri, bir mahnını öyrənəndə onun mütləq tərcüməsinə baxıram. Yəni onu mən ifa eləyəndə ümumiyyətlə bilməliyəm orada nədən gedir söhbət ki, onu ifa... Musiqisini tutursunuz da, dilin musiqisini. Doğru Nəriman bəy, sulh varsa bu özü gedir. Azərin xanım necə gözəl oxudu İtalyan mahnısını. Bəli, çox gözəl. Mən çox sevirəm, çox sevirəm İtalyan. Ümumiyyətlə mən düşünürəm ki, vokal klassik musiqinin dili İtalyan dilidir. Amma dediyim kimi də uşaqlıqdan da bu dili belə çox maraqlıdır ki... Olmuşsunuz İtalyada? Olmuşam. Azərin xanım, bir dənə sual verim. Yox, mən üzr istəyirəm. Sualdan qabaq deyirəm, Toğrul Nərimanbəyev burada yoxdur da, oxusun və Azərin xanımı ilahına gətirsin. Biz də başarmırıq. Azərin xanım bizə bir... Siz deyirsiniz, Bəxtiyar filmindən o iki xanım kimdir? Hüseynova bacıları məharətini göstərsinlər. Bəli, oxumuş çoxdan da artıq mən o əsəri oxumuram. İstəyirsin mən oxuyayım? İstəyirik, əlbəttə istəyirik. Mən o Soloniyadan bir parça oxumaq istəyirəm, çox sevirəm onu. O mənim belə... Sən Bər xanımı İtaliyaya götürəcəksən, mənim günəşim götürəcək. Buradan da ruh olaraq. Buyurun. Che bella cosa una giornata e sole, un'aria serena dopo una tempesta, bella aria fresca, pare già una festa. Che bella cosa una giornata e sole. Stai fronte a te, o sole mio, stai fronte a te, stai fronte a te. Bravo, bravo, maşallah. Hayır, dilde onu soracağım. Tərcüməsi. Mənim günəşim. O qədər gözəl belə, həm burada sevgi var, həm burada təbiət var. Bu əsərin içində hər şey var. Ona görə çox sevirəm bu əsəri mən. Mən bir sual vermək istəyirəm. Bəlkə biraz gülməli gələrdi. Özünüzü hansı bir meyvəyə və ya tərəvəzə oxşadırsınız? Aferin, bunu belə güldürürlər ancaq. Bu gülmür çünki. Sağ ol bir saniyə. Vallahi çox barədə düşünməmişəm. Bəlkə sən məni hansı meyvəyə tərəvəzə də oxşadırsan. Mən şaftalıya oxşayıram. Düz tapı. Düz tapı? Şaftalıya oxşayır. Bilmirəm, hiss elədiniz yoxsa yox, Zeynəb xanımlar kimi bir ton çıxdı, düz tapı bax. Hiss elədiniz yoxsa? Bakılı qovladı da. Vaxtı bir sual vermək istəyirəm. Mən istəyirəm suala cavab verim, amma mən özüm indi heç bir meyvəyə tərəvəzə oxşada bilmirəm. Ona görə heç bir şey deyə bilmərəm. Amma bir şey deyim ki, yəni meyvələrə və tərəvəzlərə çox gözəl münasibətim var. Allahın yaratdığı hər şey Mənə niyə elə gəlir ki, bax... Mən bilirəm, o varasa gəlib çıxacaq. Limonu oxşadıram sizi. Çox sağ ol. Limon çox gözəl. Niyə? Çünki... Antioksidan. Heç, məsələn, soruşsan ki, hansı meyvə və yaxud hansı tərəvəz olur,
Heç vaxt demirlər limon. Amma həmişə ona tələbat var. Onsuz yaşamaq olmur. Məsələn, vitamin C-dir də bütün, yəni sizin səsiniz deyəndə həmişə başqa estrada müğənnilərinin adlarını çəkirlər. Amma məmnuniyyətlə Azərinə qulaq asırlar. Doğru. Yəni o mahiyyət olaraq, yəni daim ehtiyac olunan bir şey. Gözəl müqayisə elədin. Çox sağ ol. Gözəl. Yaxşı, bizi kimə oxşadırsan? Mesela Mayla xanımı hansı çiçəyə bənzədirsən? Mayla xanım var girəşməmişəm. Amma gələn verişə söz verirəm. O zaman bizim meyvə, ağac, ürək nə istəyir bənzət, amma gələn verişə hazıra. Baxaq biz üçümüz hansında. Bayramıdır. Şəkər bura, naxışlamaq, qoğal yağlamaq. Əsənbər xanım, inanırsınız, bəlkə neçə il bundan əvvəl oturub anamla bu işlərdə mən də təbii ki, xoşuma gəlirdim. Biz o qədər sevirdik ki, gecələri yatmayaq, oturaq o... Adınızı yəqinləşdik. Bəli, ailədə bütün üzvlərin adlarını yazmaq o şəkər buranın üstünə. Amma neçə illərdir mən Noruzu evdə keçirtmirəm. Bir də məni çox maraqlandırır. Ana xanım nə vaxtdan Azərin oldu? Ana xanım nə vaxtdan Azərin oldu? O Qarabağ mahnısını ilk dəfə Respublika, indiki Respublika vaxt Lenin sarayında oxuyanda məncə siz ələ Azərin deyildiniz. Sağ olun, valla. Qarabağ mahnısı, Cahangir Cahangirovun Qarabağ mahnısını oxuyan. Cahangir Cahangirovun Qarabağ. Çox maraqlı bir şey. Bilirsiniz, mən inanıram ki, bu dünyada heç bir şey təsadüfi olmur. Mənim ilk səhnədə, böyük səhnədə ifa etdiyim mahnı Qarabağ idi. Və onu mənə anam öyrətmişdi. Çünki mən o vaxtı... O hansı mahnıdır? Sən ellərin, könüllərin, güllü baharısan, eşq dəniz Azərbaycanın sevimli bir diyarısan. Cənnətim Qarabağ, zinətim Qarabağ, nəğmələr Gülüstanısan, sevgi dastanısan. Aferin. Çox gözəl və unutmuram ki, mənim anam onu necə mənə sözlərini, musikisini, bax qızım yadından çıxmasına, bunun bəstəkarı budur, bunun söz yazarı budur. Və mən çox şanslıyam ki, mən məhz Qarabağla gəldim. Ana xanım nənəmin adıdır, yəni atamın anasının adıdır. Allah ömür versin. Sağ olun. Amma bir şey deyim sizə, mən səhnədə sevmirdim o adı. Səhnədə səslənmir. Səslənmirdi ana xanım adı və bunu mənə hətta Bakıda da çox deyirdilər artıq. Kim verdi bu Azərin adını, necə seçdiniz? Azərin adı da bilirsiniz, mən Türkiyədə yaşayanda, artıq orada xeyriyyə konsertlərinə çıxış edəndə, orada afişlərdə mənim adımı yazanda, orada da mənə müraciət olundu ki, ana xanım adı biraz qəlizdir. Gözəl addır əslində ana xanım. Bu adda hər şey var ana xanıma. Mən öz adımı da çox sevirəm və öz adıma hörmət bəsləyən insanım, amma səhnə üçün hansı başqa bir adı düşünərsiniz deyiləndə, onda bir qalın kitab var idi məndə. Onu çox belə gecə-gündüz yatmadım, ona baxdım və oradan Azərin adı mənə çox xoş gəldi. Və mən düşünürəm ki, bəlkə də mənim həyatda atdığım ən önəmli addım özüm elədiyim. Yəni, mənim həyatımda həmişə mənim yanımda insanlar olub, hansılar ki, mənə kömək eləyiblər. Yəni, mən özüm Azərin olmamışam da, yəni sənət həyatında, ümumiyyətlə belə. Amma Azərin adını mən özüm seçmişəm. Azərin xanım, bəs həyatda ən ağla sığmaz bir hərəkətiniz olubmu? Ağla sığmaz hərəkətim? Yəni, sonra özünüz də belə şoka düşmüşsünüz ki, bunu mən elədim. Olub. Nə? Yəni, çox əfsuslar olsun ki, deyim belə, o belə bir yaxşı bir əhvalat olub ki, orada mən o ağla sığmaz hərəkəti eləmişəm. Amma olub ki, məni sinirləndiriblər, mən o ağla sığmaz hərəkəti eləmişəm. Gerisi özünə qalsın. Elə bir şey olub, bəli. Biz söhbəti başladıq. Elə istəyərdim bilməyəm. Biz söhbəti başladıq. İsveçdə olan haqsız yenə bu qondarma erməni soyqırımına olan münasibətlə məncə bu motivlə də bitirməliyik. Azərbaycan dövləti bu məsələdə bütünü ilə Türkiyə dövlətinin yanındadır. Biz də buradan cəmiyyət olaraq onun yanında olduğumuzu göstərmək üçün Azərinin çox gözəl ifa elədiyi gözəl bir Türkiyə əsəri var. Mən istəyirəm o da bizim həmrəyliyimiz olsun Anadolu insanı ilə, Türkiyədəki türklərlə. Baş koymuşum Türkiye'min yoluna,
düzlüyünə, yoxuşuna ölürüm. 100 yıllardır kıratımı suladım. Mavi boncuk takışına ölürüm Türkiye'm, ölürüm Türkiye'm, ölürüm Türkiye'm. Hey 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 hey, ırmağının akışına ölürüm Türkiye'm, ölürüm Türkiye'm, ölürüm Türkiye'm. Hey 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 hey. Amma Sevil xanım, Azərin xanım nə qədər etiraz eləsə də, əsl leytenant mahnısıdır bu. Güzel. İstemişdi demeyeyim ama deyirik. Bir neçə gün bundan əvvəl Azərin xanım daxili qoşunların bilirsiniz solistidir. Rütbə alıbdı. Artıq zabitdir. Mən biraz özümü yığışdırım sənin yanında. Leytenant rütbəsi, buna görə də təbrik edirik. Qarşıdan gələn Novruz bayramı münasibət 3 gündən sonra təbrik doğrudan edeyim. bayramdır. Bayramımız mübarək. Bizim əziz bayramımızdır, Çox gözəl sağ ol. bayramımızdır. Mən təbii ki, Səməni bütün- durur burada və bu gəncləşmək, yenidən dirçəlmək. Bəli. Bilirsiniz, Yeni gün, Novruz yeni gün deməkdir. Ona görə mən istəyirəm ki, bizim Azərbaycan xalqı da ruhən bax beləcə bu səməni kimi yenidən dirçəlsin, boyatsın, böyüsün, inkişaf eləsin və inşallah yenə də deyirəm, gəlişi gözəl söz olmasın, bizim haqq, ədalət qalib gəlsin. Onda biz baxacağıq ki, bu dünya nə deyir? Verilişlə bağlı, qonaqlarımızla bağlı bütün fikirlərinizi aynastv.ws saytına girərək Zərif Çərşənbə bölümündə o səhifəyə yaza bilərsiniz. Məmnuniyyətlə oradan sizin təkliflərinizi nəzərə alaraq yola davam edirik. Gerçək qəhrəman öncə nəfsini silkələyib atan, sonra da elə özünü fəth edəndir. Fəth üçün gec qalmış deyilik. O səbəbdən fəthi mübarək Azərbaycan.